qədər bu xəstəliyi çəkəcəyi ehtimalındadır. Əmək müqaviləsi avtomatik mi uzanır? Əgər şəxs müddətli əmək müqaviləsi əsasında fəaliyyət göstərirsə, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər biri digərini bir həftə ərzində xəbərdarlıq etməmişdirsə, əmək müqaviləsi öncə bağlanmış müddətdə uzadılmış hesab olunur. Yəni uzadılır. Burada bir nüans da var. İşçinin bülleteyində olduğu müddətdə əmək müqaviləsinin 73-cü maddə ilə müqaviləsinə xitam verilməsi şərti qüvvədə ola bilər. O nədir? O 73-cü? Yəni, çünki əmək müqaviləsi bitir, əmək müqaviləsinin bitməsi əmək məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Əmək müqaviləsinin bülleteyində olduğu müddətdə, əgər əmək müqaviləsi bitirsə, bəli, işçinin əmək müqaviləsinə xitam verilib, işçi işə çıxdığı gün ona elan oluna bilər.